Allahın əzəmətini çox zikr eləyin əzizlər. Baxın, Allaha bilirsiniz nə deyin? Deyin ki, elə dualarda da belə keçir. Elə Əbu Həmzə Somalidə də var bunlar, İftitahda da var. Elə hey Allahın əzəmətini sayır. Sən də bunu bil elə. Dualarında deyin, ey əzəmətli Allah, ey böyük Allah, ey izzətli cəlallı Allah. O əzəmətindən gəlib necə mənə baş qoşursan, tövbə qapısı açırsan, mehribanlıq eləyirsən, başıma sığal çəkirsən, özünü mənə arxa dayaq kimi tapşırırsan. İlahi, bax bu namaz var ha, oturmuşam namazda, can namazın üstündə. Bu sənin ağuşundur. Bilirsiniz? İnsan oturdu, namaz qıldı. Elə bil ki, Allahın ağuşundadır, Allahın ətəyindədir. Əlimi dərgahına qaldırmışam. Elə bil ki, mənimlə üzbəyüz, səninlə danışıram. Məni eşidirsən. Əgər bizim bəsirətimiz açıq olsa, görərik ki, sanki Allah deyir ki, buyur mənim bəndəm, buyur. Başqa söz, o bizə diqqətlə qulaq asır, bizi hörmətlə dinləyir. Və bütün sözlərimizə də deyir, ud'uni əstəcib ləkum, əstəcib ləkum. Çağır məni, çağırırsan, əstəcib ləkum, cavab verirəm sənə. Qəbul elədim, yaxşı, onu da həll eləyərəm, onu da həll eləyərəm. Allahu Əkbər.